bütün zalim adamlar insanları Allah'tan küstürürler. Bütün xəyanətkar adamlar insanları Allah'tan, insanlıqdan küstürürlər. Görürsünüz, 2 dəfə, 3 dəfə əli yanmış bir adam, qız bütün kişilərə nifrət edirsin. Və ya 2-3 dəfə əli qadınlardan yanmış adam bütün qadınlara nifrət edir. Məhv edirsən sən onun həyatını. Qalxa bilmir axı sonra o. Yapma belə şeylər. Ona görə hər bir insan nə etdiyinə baxsın. Sizinlə təmasa gələn adamlar sizdən inam işığı aparsınlar, ədalətə güvən işığı aparsınlar, gözəlliklə təmasa gəlsinlər. Yəni siz missiyadasınız. Konfutsi deyirdi ki, harda işləməyinizdən asılı olmayaraq, siz ibadət halında olmalısınız. Siz böyük bir missiya yerinə yetirirsiniz. İnsanları ya işığa yönəldirsiniz, ya da ümidsizləşdirirsiniz, atırsınız kənara. Çox böyük zülümdür bu.